Əli Ağayev təqdim edir. Dostlar, axşamınız xeyir olsun. Hafta FM'də Carhouse verilişini dinləyirsiniz. Studiyada mənəm Əli Ağayev. Nə əcəbsə yollar boşdur, yollarda sıxlıq yoxdur. Amma müzakirə olunması və müzakirə qoşulması mövzumuz var. Təklif edirəm ki, gəlin bizim mövzuya qoşulun və bir yerdə mövzumuzu müzakirə edək. Mövzumuz isə bu günləri dünənki mövzunun tam əksinədir və sizə belə bir sual vermək istəyirəm ki, niyə ənənəvi modellərə üstünlük veririk? Buyurun 055 455 1077 WhatsApp nömrəmizdir. Yazın, göndərin, fikirlərinizi bildirin və mənə də maraqlıdır ki, niyə ənənəvi modellərə üstünlük verirsiniz? Eyni zamanda isə yeni bir xəbərim var. Xəbərim nədir? Koroğlu metro stansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılacaq və layihə çərçivəsində metro stansiyanın cənub çıxışında, yəni Milli Gimnastik Arenasının qarşısında dəmir yolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılacaq. Minik avtomobilləri üçün Park and Ride tipli parklanma yerləri təşkil ediləcək. Taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın duracaq yaradılacaq. Elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri quraşdırılacaq. Çox yaxşı xəbərdir. Və nəzərə alsaq ki, hal-hazırda paytaxtda elektrik avtobuslarının istifadəsinə geniş vüsət başlanılıb və hal-hazırda da yollarda da görə bilirik həmin avtobusları. Fikrimcə, nəinki elektrik avtobusları üçün, eyni zamanda elektrikli tipli avtomobillərin də şarj olma üçün gözəl bir təklifdir. Gözlüyə görək özünü necə göstərir və yaxın zamanlarda da açılışı olacaq. Qonaqlarıma gəldikdə isə bu günləri bizim qonaqlarımız təbii ki 4-cü gündür. 4-cü gün öz vaxtında vədəsində qonaqlarımız studiyadadılar. Qonaqlarımız isə kimdir? Tacəddin Hüseynov, Rasim Musayev və bizim uzun müddət burada olmayan Mahir Şakiroğlu. Hər biriniz xoş gəlmisiniz. Salam Əli bəy, xoş gördük hər birinizi. Uzun zamandır görüşmürdük, amma bu günləri sizlə yenə eyni efir bölüşmək çox xoşdur. Təşəkkürlər, minnətdaram. Yəqin ki, bir dolu xəbərlərlə gəlmisiniz bizə. Necə də sizə salam gətirmişəm, bizə salam lazımdır, bizə xəbər lazımdır. Var, xəbərlər var. Nə dərəcədə bizim verilişə uyğun olacağı bilmirəm, amma ki, avtomobil barəsində kiçik xəbərlər var. Əla. Yəni ən azından müqayisə olunması mövzular olacaq. Əlbəttə ki. Rasim bəy, siz necəsiniz? Hamını salamlayıram. Əli bəy sizi də, Mahir bəy yaxşı istirahətdən sonra gəlmiş, tam güclə iş fəaliyyətindədir. Bizim ustamızı da salamlayırıq. Aleyküm salam. Ən xoş nastroyenilə, əhval-ruhiyyə ilə efirdəyik. Əla, çox gözəl. Tacəddin bəy. Mən də siz əzizlərimi salamlayıram, bütün dinləyiciləri salamlayıram. İnanıram ki, bugün çox maraqlı olacaq, çünki ən pozitiv bizdə Mahir qardaşımızdır. Mahir bəy, hamısı odaqlanıb. Yəni ki, bizim ilin günün bu vaxtı belə gözəl istirahətdən gəlmək, yəni işin gücün belə sıxlığında gözəl istirahət eləmisiniz. Biz həqiqətən sizi alqışlayırıq. Belə pozitiv enerji ilə gəlmisiniz. Biz də müsbət yüklənmişik və mövzu Nə xoş bizə. Təbii. Amma daha müsbət yüklənə bilirik, çünki bir reklamımız var. Gəlin reklamımızı dinləyək, sonra mövzumuza qaldığımız yerdən də davam edək. Dalğanı dəyişməyin. Avto FM-də cəmi bir reklam. Alışverişten onsuz qaritma. Bir bank taksit kartını online rəsmiləşdir. 30 gün ərzində market, kafe, restoran, yanacaq doldurma məntəqəsi, aptek, elektronika və digər sahələrdəki ilk 20 manat və yuxarı alışverişində 10% cashback qazan. Tələs, kampaniya 31 mayadək davam edəcək. Ətraflı məlumat birbank.az və ya kapitalbank.az. Avto FM-də reklam yerləşdirmək üçün 012 310 01 04. Carhouse davam edir. Dostlar, axşamınız xeyir olsun. Bir daha bizə qoşulan yeni dinləyicilərimizin hər birini salamlayırıq və bildirmək istəyirəm ki, siz Avto FM-dənsiniz və Carhouse verilişini dinləyirsiniz. Studiyada isə mənəm Əli Ağayev. Bugün biz ənənəvi modellərə niyə üstünlük veririk? Bu haqda danışıram və mövzumu araşdırmağa və bir qədər də öz fikirlərini almağa mənə Mahir Şakiroğlu, Rasim Musayev və Tacəddin Hüseynov köməklik göstərəcəklər və birazdan bizə Pərviz Əliyev də qoşulacaq. Pərviz Əliyev də fikirlərini alacaq. Onun da fikirləri mənim üçün çox maraqlıdır və Tacəddin usta ilə sizdən başlayaq. Niyə ənənəvi modellər üstünlüyü veririk? Səbəbini izah edeyim. Niyə mövzumuz budur? Bizim dünənki mövzumuzda kifayət qədər insan, yəni biz bu cür əks reaksiya gözləmirdik dinləyicilərimizdən. Kifayət qədər şəxs bizə efirə SMS yazdılar, səs göndərdilər ki, bəli, ənənəvi modellər üstünlüyü verirlər və onların fikrincə
yeni Çin avtomobilindənsə daha etibarlı Alman avtomobili və yaxud yəni Alman avtomobili və Avropa avtomobillər onların nəzərincə daha yaxşıdır. Yəni deyir biz hələ gəlib onların inkişafına çatmamışıq. Bizim üçün hələ belə xoşdur. Fikrinizcə? Əslində səbəb çoxdur. Yəni mən bunu sürücülər tərəfindən deyirəm, öz tərəfimdən demirəm. Səbəb çoxdur. Birinci növbədə səbəb odur ki, belə deyim də, köhnə model avtomobillərin ustaları çoxdur. Yəni bildiyimiz kimi mən özüm VAG avtomobillərin təmirlə məşğulam. Bildiyimiz kimi onda belə o avtomobillərə belə düzgün baxan ustalar yoxdur. Bu ən belə deyim, sürücüyə ən lazım olan məsələlərdən biri usta məsələsidir. Usta məsələdə o VAG-ın qulluğunu deməyin də, o ümumiyyətlə bizim yaralı yerimizdir. Həm qulluq baxımından müasir avtomobillər daha çox qulluq tələb olunur onlara, daha çox həssasdırlar. Misal üçün Mercedes deyim də, bizdə ən çox köhnə avtomobillərdə Mercedes-ə üstünlük verirlər. Mercedes-in mühərrikin sepi dəyişir 500 mindən sonra. Yəni zəncir dəsti 500 mindən sonra dəyişir. Yarım milyon deməkdir bu. Biz Volkswagen-də isə 150-200 mindən bir dəyişilməlidir. 150-200 min arası dəyişilməlidir. Volkswagen ustaları azdır. Misal üçün mən usta tanıyıram, Volkswagen motorun yığır, mühərrikin yığır. Hətta o deyir ki, TSI mühərriklər vardı. Rasim qardaş daha yaxşı bilir, o bu işlə məşğuldur, onların sahəsidir mən deyirəm. TSI mühərriklər deyirlər yığılmır. Mən sual verirəm ki, qardaş, bu mühərrik yumurtadan çıxmayıb, bu mühərrik doğulmayıb, bu mühərrik də yığılıb da. Ehtiyat hissələri var. Hər bir şəraiti var, amma yığmırlar. Niyə? Çünki yığa bilmirlər onu. Düzgün ustanovka elə bilmir detallar üstünə. Bu baxımdan da sürücülər də görürlər bunu. Yeni avtomobillərdə əziyyət çəkirlər, həm usta baxımından, həm detal baxımından. Ona görə də köhnə model avtomobillərinə üstünlük verirlər. Mən belə düşünürəm. Yəni bunu da belə görmüşəm mən. Elə görmüsünüz. Rasim bəy, bəs siz nə fikirləşirsiniz? Yeri gəlmişkən bu yaxınlarda, yəni keçən həftənin bazar günü Dəniz Mollda Volkswagen Touareg-in 2024 modelinin çox gözəl bir təntənəli açılışı oldu. Orada da iştirak elədik. Gözəl avtomobilli, gözəl həm texniki, həm interyer quruluşu var. Çox bəyəndim. Və Rasim bəy, həm ondan bir balaca və eyni zamanda da mövzu ilə əlaqədar. Touareg-la bağlı onu demək istəyirəm ki, yəni ən son restyling modelidir. 2024 yenilənmiş xarici görünüşü artıq korporativ üslubda olub. Ən son müasir Volkswagen texnologiyasını birləşdirən bir avtomobil, premium bir avtomobildir. Qaldı ki, mövzu ilə əlaqədar mən açığı biraz bu məsələyə daha fərqli baxıram. Yəni o köhnə ənənəvi avtomobillər üstünlük kimi görmürəm onları. Yəni ustası varsa o demək deyil ki, o idealdır da, yəni belə deyək. Mən daha çox müasir tipli avtomobilin üstünlüyü verirəm ki, çünki nə dəsə olsa yenə də müasirdir. Yəni köhnə avtomobil artıq nə texniki performansı təzə maşındakı kimi deyil, belə deyək də, komfortu o deyil. Mənim fikrimcə yəni daha qabağa getmək lazımdır. Yəni belə deyək də, köhnə o bildiyimiz Mercedes-in o xalq çeşka dediyimiz bir maşından biraz bir addım öndə getmək lazımdır. Çünki artıq o maşınlar yəni müasir deyil. Yəni müasiri o demək deyil ki, yəni keyfiyyət baxımından. Yəni sadəcə indiki tələblər sürət baxımından, yenə dediyim kimi də sürücü əvvəlki sürücü deyil indi hal-hazırda. Çünki indiki sürücünün tələbləri biraz fərqlidir. Əvvəlki sürücü məsəl üçün minimal komfort tələb elədiyi halda avtomobil onu tam qane eləyir. Yəni hal-hazırda müasir sürücülər adaptiv kruiz kontrol məsələsi, zolağa nəzarət sistemindən, bagaj ayaqla açılıb bağlamaq məsələsi, ölü zonalar, kör nöqtələr məsələsi, bu cürə komforta aid olan şeylər tələb edirlər. Və o bildiyimiz o ənənəvi avtomobillərdə əksəriyyətində bu məsələlər yoxdur. Ona görə mənim fikrimcə daha müasir avtomobillərə getməliyik biz. Yəni ənənəviyə biraz belə deyək də keçmək lazımdır bir pillər tərəfə. Buyur Hacı. Mən əslində ola bilsin məni düzgün başa düşün. Mən əslində dəstəkləmirəm köhnə avtomobilləri idarə edək. Prosta sürücülərimizin məqsədi nədir onu mən burada izah elədim. Təbii ki, mən də yeni avtomobillərə mən üstünlük verirəm. Çünki ümumiyyətlə bizdə köhnə avtomobilin baxışı da yoxdur ki, bizdə onu deyim. Yox, biz sizdən nəzərdə tuturam. Mənim əslində soruşmaq istədiyim tam başqadır. Yəni ənənəvi model deyəndə söhbət nədən gedir? Söhbət elə bunun Mercedes-indən gedir, Volkswagen-indən gedir, Audi-sindən gedir. Fərqi yoxdur. Yəni ənənəvi tanıdığımız modellər və bir də var ki, yeni gələn, inkişaf olunan modellər ki, keçən səfər hətta bir efirdə yazmışdı dünənlər bizə ki, bir qardaş model gəlir, heç modeli bilmirəm, istehsal olunub,
hansı modeldir. O dəqiqə deyir bizdə mərkəzini açırlar. Satış mərkəzi rəsmi deyirlər və avtomobili gətirirlər. Deyir bunun ehtiyat hissəsi tapılırmı, tapılmırmı? Deyir problem budur. Yəni ən çox da bizə efirə günənləri yazanlar, qayıt qardaş mən maşını alıram, amma maşının ehtiyat hissəsinin barədə zəmanət mənə verən yoxdur. Problem bundadır. Amma deyir mən ənənəvi modellərə müraciət edəndə, deyir misal üçün Volkswagen-in özü olsun. Gedirəm salondan maşın alıram. Maşın, yəni yeni maşın da olsa ehtiyat hissəsi baxımından təminat həmişə var. Rasim bəy buyur. Mən bir şey vurğulayardım. Buyurun. Bilirsiniz də indi Avropa istehsal olan avtomobillərin ehtiyat hissəsi istehsal edən zavodlara yerləşməsi fərqli ölkələrdədir. Bir balaca bir siyasi bir şey deyim. Bu Rus-Ukrayna müharibəsinin məsəl üçün bu dövrlərdə olduğu məqam logistika baxımından, yəni nəqliyyatın və belə deyək ehtiyat hissəsinin daşınmasında böyük, yəni fəsadlar verdi. Və sizi inandırım ki, yəni o vəziyyət ki, ehtiyat hissəsi tapılır, tapılmır məsələsi yeni avtomobillər Avropa istehsalında da, yəni vaxt məsələsinə görə problemlər olur. Yəni istehsal çatdırmır, logistika gec olur. Yəni bu hallar hətta o bildiyimiz ənənəvi markalarda da mövcuddur. Hətta o müharibə ilə əlaqədar siz qayıtdınız dediniz. Biz dünənlər bunu xəbərdə də bildirdik ki, son yəni 1 il ərzində, söhbət 2023-cü ilin ortalarından və ta bu günə qədər Çin təkcə Rusiya bazarına yarım milyondan çox avtomobil ixrac edib. Çox böyük rəqəmlərdir əslində. Çünki yoxdur da Avropadan gələn rəsmi. Yoxdur. Çünki əksər markalar Avropadan istehsal olan markalar, böyük nəhəng markalar Rusiya bazarından çıxdığı üçün o boşluğu doldurmaq üçün təbii ki, Çin bazarı bilirsiniz ki, ucu bucağı yoxdur və kifayət qədər markası var və kifayət qədər də Rus tərəfdən, yəni Rusiya tərəfindən investisiya var ki, bu avtomobilləri idxal etsinlər. Bəs indi bizim də ən çox maraqlı gələn tərəf nədir? Daxili yanma mühərrikini hamı dəstəklədik ki, yeni nəsil daxili yanma mühərriklərinin özünü belə dəstəkləyirik. Amma dəstək etmədikləri məqam sırf elektrik avtomobillərinin özüdür. Yəni sırf elektrik avtomobildir ki, deyir geniş vüsət alıb, deyir çox yaxşı. Bir müddətdən sonra hətta maraqlı tərəf olan o idi ki, misal üçün Teymur bəyin özü bir dənə qayıtdı ki, deyir məndə hibrid avtomobilidir, Toyota Prius'dur. Deyir mən onun bir müddətdən sonra onun təbii ki bateriyaları öləcək və mən bunu neyniyəcəm? Gəlir ki, gedib dəyişdiyi yerə verir, dəyişir, alır. Onlar neynirlər onu? Eksploatasiyası varmı? Yəni onların bir necə məhv edirlər? Bu tərəfdən deyirik ki, ekologiya korlanır. Ekologiya xeyir verir, amma yekunda onu məhv edəndə yenə də korlanır. Onun yəqin ki, hər halda ya ikinci belə deyək dövr olaraq, yəni bir robotika rus dilində deyərəm, onu yəni ikinci dəfə emalı gedir, yəqin ki, nəsə təyinat olaraq dəyişilir, nədəsə başqa bir sahədə istifadə olunur. Yəni necə ki, məsəl üçün təkər istehsalında təkər istismar müddəti bitəndən sonra onu belə deyək ikinci dəfə belə deyək xırdalayıb başqa bir sahədə istifadə edirlər. Məsəl üçün yol örtüklərində yaxud da məsəl üçün örtük tipli bir şeylərdə istifadə. Yəqin ki, indi burada da həmçinin bu məsələ, yəni bunun təyinatı olaraq fərqli sahədə istifadə olunması olacaq yəqin ki. Dostlar, bildirmək istəyirəm ki, verilişimizin sponsoru Bizol şirkətidir. Bizol sürtkü yağları və avtomobil kimyəvi maddələri müasir Alman markasıdır. Şirkət 1998-ci ildə avtomobillər üçün ən yaxşı mühafizəni təmin etmək məqsədi ilə yaradılmışdır. Bizol məhsullarına minik və yük avtomobillər üçün mühərrik yağları, transmisiya yağları, sənaye yağları, sürtkü yağları, qatqılar, texniki aerozollar, antifrizlər və bu qəbildən olan saymaqla bitməyən digər məhsullar daxildir. Şirkətin məhsulları yalnız və yalnız Almaniyada istehsal olunur və hazırda dünyanın 70-dən çox ölkəsində təmsil olunur. Şirkətin özünün müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyası var və bu laboratoriyalarda patentləşdirilmiş formullar və texnologiyalar əsasında məhsullar istehsal olunur. Bizol qüsursuz seçim, sifariş və əməkdaşlıq üçün Bizol şirkətinin Azərbaycan nümayəndəliyinin əlaqə nömrəsi 010 250 73 63 və Carhouse komandasının qaynar xətti 070 055 277 56 66 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda carhouse.az saytından da məhsulları bəyənib sifariş verə bilərsiniz. Dostlar, bu günləri niyə ənənəvi modellərə üstünlük verir? O haqda danışırıq. 055 455 1077 WhatsApp nömrəmizdir. Buyurun, səs göndərin, yazın, sizin də fikirləri alaq. İndi isə qısa bir reklam fasiləsinə keçid edək. Carhouse reklamlardan sonra davam edəcək. Bu gün satış bazarı bizə mühərrik yağlarının çox böyük bir siyahısını təklif edə bilir. Biz tez-tez müxtəlif kanallarda mühərrik yağının mühərriyi necə qoruduğu və aşınmasını azaltdığına aid reklamlara rast gəlirik. Bizim isə reklama ehtiyacımız yoxdur. Çünki keyfiyyətimiz hər kəsə məlumdur. Bizol, avtomobilinizin keyfiyyətli zəmanəti.
Biz avtomobili sevirik. Sizin kimi biz də avtomobiliniz üçün ən yaxşısını istəyirik. Bizim innovativ mühərrik yağlarımız və avtomobillərə qulluq məhsullarımız təcrübəmizi dünyada avtomobil həvəskarları ilə bölüşmək üçün nəzərdə tutulub. Ona görə də biz daima yeniliklər edir, məhsullarımızı təkmilləşdirir, standartlarımızı daha da yüksəldirik. Avtomobilinizi bugün, sabah və uzun illər əla vəziyyətdə saxlamaq istəyirsinizsə, seçiminiz məhz Bizol olmalıdır. Bizol, qüsursuz seçim. Car House efirdədir. WhatsApp 055 455 10 77. Axşamınız bir daha xeyir olsun dostlar. Avto FM-də Car House verilişini dinləyirsiniz. Studiyada mən Əməl Ağayev. Biz bugün niyə ənənəvi modellərə üstünlük veririk? O haqqda danışırıq. Mövzunu araşdırmağa isə mənə Mahir bəy, Rasim bəy və Tacəddin bəy köməklik göstərirlər və yeri gəlmişkən Mahir bəy, sizə belə bir sual verim. Bayaqkilardan ki, siz niyə ənənəvi modellərə üstünlük verirsiniz? Yəni bayaq ünvanladığım sualı sizə də ünvanlayıram. Əli bəy, bu sual ümumiyyətlə geniş sualdır. İndi baxır kim necə cavab verəcək buna. Hansı prizmadan baxırsan? Hansı prizmadan baxırsan? Ümumiyyətlə insanların ənənəvi avtomobillərə üstünlük verməsinin tək bir səbəbi etibar etmələridir. Çünki köhnə nəsil avtomobillərin həm ustaları genişdir, Tacəddin bəy qeyd etdiyi kimi, o cümlədən ehtiyat hissələri əlçatandır və ən əsaslıdır ki, insanlar artıq bu markaya etibar edirlər. Yəni, düzdür, son 2-3 il götürsək, tez-tez bizim ölkəyə yeni, bizə tanış olmayan markalar gəlir. Təbii ki, ona üstünlük verən var, hər bir avtomobil öz müştərisi var. Amma mən həmişə bir avtomobilin bizim ölkədə bir xidmət dövrünü keçdikdən sonra onu mən almağı düşünürəm. Yəni bu avtomobil bu il gəlib Azərbaycana, mən onu almağı düşünmərəm heç vaxt. Yəni zaman gözləyirəm. Proqram təminatı olsun, ehtiyat hissəsi olsun, servis olsun və s. Amma bizim bazar elə bazardır ki, hər bir avtomobil alınır və hər bir avtomobil satılır. Yəni problem yoxdur. Amma ənənəvi avtomobillər insanların üstünlük verməyi mənə görə başa düşüləndir. Düzdür, Rasim bəy də qeyd etdi ki, artıq yeni nəsildir, yeni texnologiyalar alqışa layiqdir. Mən buna razıyam, tərəfdarıyam. Amma bəzi müasir avtomobillərdə müəyyən yeni funksiyaların quraşdırılması da avtomobilin qiymətinə təsir edir də, düzdürmü? Bəzi funksiyalar var ki, məsələn, onların mən marağında deyiləm və çox tanıdığım insanlar var ki, həmən proqram, həmən avtomobildə həmən funksiyaları söndürürlər. Çünki bu mənə maraqlı deyil və tıxaca sürdüyümə görə heç maraqlı deyil, heç əlverişli deyil. Və bəzi funksiyalarda insanlarda üzr istəyirəm, tənbəllik yaradır. Aha. Həqiqətən də. Yeni funksiyalar. Bəli, müəyyən funksiyalar var ki, insan tənbəllik yaradır. Yəni sadəcə otur, heç nə idarə eləmə, rahat get. Yəni insan bir hərəkət eləməlidir, biraz sağa sola güzgüyanla işləməlidir, arkaya verəndə, parkovka verəndə biraz əziyyət çəkməlidir ki, beyin aktiv olsun. Amma sən heç nə eləmədən hər şeyi rahat edirsənsə, elə bir divanda oturmuşsan, televizor baxırsan. Mən bir söz danışım. Sizin saatımızın sualını verək bir dənə. Bəli. Saatımızın sualını səsləndirək, dinləyicilərimiz cavabını tapsınlar. Həm də çünki Bizoldan gözəl bir hədiyyə qazanma şansları var. Saatımızın sualı isə belədir. Dünyanın ən ekonom olmayan avtomobili hansıdır? Buyurun 055 455 1077 bizim WhatsApp nömrəmizdir. Yazın, səs göndərin, fikirlərinizi bizimlə paylaşın və Hüseyn bəy də bizə yazıb. Yazıb ki, salam əziz insanlar, əleykum salam. Mahir bəyə ayrıca salamlar. Görürsüz Mahir bəy, sizə ayrıca salam da göndərirlər hətta. Mövzuya gəlincə ənənəvi avtomobillərə inan və etibar var. Çünki lazımi testlərdən keçib rahat bilirsən ki, bütün ehtiyat hissəsi varmı, neçədir, yoxsa gözləmək lazımdırmı? Bu bizim ənənəvi daimi dinləyicimizdən biridir. Elə sözü də sizin sözünüzə gətirdi Hüseyn bəy ki, etibar və etimad. Yeni ənənəvi modellərə 3123 abonenti yazıb. Salam. Mən şəxsən Rasim bəyin sözləri ilə razı deyiləm. Özüm 39 gövdə BMW sürürəm, yəni 39 quva, Pyorka sürürəm, 3 motor, 3 mühərrik qoşa vanusdur. Mənim maşınımda olan komfort və sürət yeni maşınların çoxunda yoxdur. Məsələn, X5 maşınını götürək. Mən X5-in 2006 və 2008 buraxılışı 4-8 mühərrikinə üstünlük verərəm. Nəinki yeni X5-ə. Çünki köhnə il maşın həm komfort, həm də görünüşü əvvəlkindən yaxşıdır. Köhnə maşınlar əvvəlkilərə baxanda daha təhlükəsizdir. Təzə maşınların qəzada nə cür əzildiyini və köhnələrin nə cür olduğunu məncə görürük. Qaldı ki, yük hissəsinin ayaqla açılması məncə o boş şeydir, o komfort deyil, tənbəllikdir. Və ya bəzi maşınlarda avtomatik parkinqə qədər var. Bax, elə bu cür şeylərdə sürücünü o qədər tənbəl edir ki, xam sürücülər günü
üstündən yollarda çoxalır. Çünki bu cür komfort sayılmış şeylər sürücünün güzgülərdən istifadə qaydalarından məhrum edir. Sürücü heç güzgüyə baxmağı fikirləşmir. Güzgüdən istifadə edə bilməyən sürücü isə yolda təkər üstündə yeriyən kamikadzedir. Həqiqətən də bunlar mənə çox tanış oldu. Yəni nə ürəyimdən keçirdimsə, nəyə deyə bilmədimsə, Deyəsən Mahir bəylər yazıb göndərib ki, yox, həqiqətən də heç bir əlaqəm yoxdur sözünüzü. Amma ki, yəni mən bu insana fikirlərini tam razıyam. 31-23 abonentə yer gəlmişəm bizim daimi dinləyicilərimizdən biridir Rasim bəy və həmişə də hər bir avtomobili BMW ilə müqayisə eləyir. İcazə verirsiniz, Buyur Rasim bəy. Bu sualı elə belə deyək də özümə qəbul edeyim. Təbii. Qardaş bu dediyi Hacəttin usta onsuz da belə pis çıxmasın bizim texniki problemlərimizi həll eləyir. Bir şey deyim, bu qardaş dediyi Y39 Kuza BMW yəqin ki M54 avtomobil mühərriki ilə təchiz olunmuşdu. Artıq o maşınlar, avtomobillər artıq öz dövrünü keçib. Yəni elə həmin o dediyimiz o BMW-nin artıq müasir və daha üstün performanslı B58 mühərriklərlə təchiz olunur, 6 silindr turbo mühərrik. Yəqin ki, qardaş o təzə BMW-ləri sürməyib deyən, yaxud da 39 üstünlüyü verir. Yəni bilirsiniz, BMW sürən köhnə BMW deyərdi də, 39, 46 Kuza BMW, X5-in Y53 Kuza sürən sürücülər əksər biraz belə deyək, klassik üslublu sürücülərdir. Onlar BMW-dən başqa maşınlar, markalar tanımırlar və üstünlük verirlər klassik BMW-lərə. Amma müasir elə BMW-nin özündə də çox gözəl modellər var. Hansı ki, elə o dediyi o komfort, sürət köhnə BMW-dən qat-qat, yəni bu Artıq da həm də yaxşıdır. Bəli. Sizin fikirləri yenidən alacağam. Təklif edirəm ki, gəlin bir qədər istirahət edək. Həm dinləyicilərimiz düşünülsünlər, həm yeni mesajlarımız var, onları oxuyacağıq. Amma mövzumuz davam edir. Əziz dinləyicilərimiz, sizə belə bir sualla bağlamışıq ki, niyə ənənəvi modellərə üstünlük veririk? Səbəb nədir? Buyurun 055 455 1077 bizim WhatsApp nömrəmizdir. Yazın, fikirlərinizi bildirin, biz də səsləndirək və eyni zamanda da sizin fikirləri bir qəsə də öz aramızda müqayisə edək. Bakıda axşam saat 5-dir. Sizinlə eyni yolu gedirik. Car House. WhatsApp 055 455 10 77. Bəli dostlar, yollarda olan ən son vəziyyətlə tanış olduq və sizə bildirmək istəyirəm ki, Avto FM-də Car House verilişini dinləyirsiniz. Studiyada mən Əməl Ağayev. Bu günləri biz ənənəvi modellərə niyə üstünlük veririk? Bu haqda danışırıq. Mövzumu araşdırmağa isə mənə Rasim Musayev, Tacəttin Hüseynov və artıq Pərviz Əliyev də studiyadadır. Onu da salamlayırıq. O da mənə köməklik göstərəcək. Xoş gəlmisiniz. Xoş gördük Ali bəy sizi. Mən də sizi, qonaqlarımızı və dinləyicilərimizi buradan salamlayıram. Maraqlı mövzudur. Açığı, yəni burada danışılası çox mövzular var. İnşallah ki, yəni maraqlı olar. Təbii ki, maraqlı. Biz hətta artıq bir belə deyək də öz aramızda mübahisəyə də başladıq hətta. Siz necə fikirləşirsiniz? Niyə ənənəvi modellərə üstünlük verirsiniz? Belə deyim də Ali bəy, biz artıq çoxumuz, yəni ki, müəyyən etapların, müəyyən avtomobillərdən yəni ki, keçmişik. Ona görə də yəni mənə elə gəlir ki, daha praktik, daha möhkəm, daha düzgün keyfiyyət, kəmiyyət belə deyək də, yəni ki, biz bunları görmüşük. Biz də ki, yəni belə deyim də, yəni biz yenilikləri xoşlayırıq, amma yəni köhnə mövzuda olan yeniliklərdən belə deyək. Ona görə mən özüm də yəni ki, belə baxıram, yəni ki, Tacəttin bəyin, yəni Volkswagen Passat modeldə, yəni ki, onun belə deyim də ən sevimli modellərindən biri. Yəni biz bunda yəni ki, keyfiyyət görmüşük, yeri gələndə komfort, yeri gələndə sürət, yəni hamısını ondan almışıq. Əlbəttə ki, biz onun təzəsini istəyərik, amma yenə də ki, yəni həmin modelin içərisində, yəni belə deyək də. Belə model demişkən, mən sizdən bir Rasim bəy, bu ən yeni Tuaregin bir texniki göstəricilərini alaq. Görək onlarda nə kimi dəyişikliyi var, fərqlər nədədir? Yeni müasir son model Touareg 2024 restyling ilk növbədə xarici görünüşü ilə artıq Volkswagen-in korporativ üslubunda olan bütöv qaş boyu deyilir, belə deyək, bütün arxa gövdədə və ön hissədə olan bütün fara boyu artıq müasir üslubdadır. Belə deyək. Texniki olaraq ən son Volkswagen, Audi markalarında istifadə olunan 2 turbo mühərrikdən istifadə olunur. 252 at gücüdür.
Bilirsiniz də artıq Avropada ümumiyyətlə downsizing bir misal var, bir söz var, istifadə olunur. İstehsalçılar mühərriklərin həcmini azallaşdırırlar. Turbo hesabına Turbonun hesabına, kompressorun hesabına, müasir elə daxili yanma belə deyək sistemlərinə uyğun təcrid edirlər və ona görə də artıq bizim o köhnədə qalmış 4.8, nə bilim 3.2 böyük həcmli avtomobillərdə mühərriklər artıq yoxdur. Hətta belə deyək, bəzi markalarda hansı ki 12 silindr 6 motorlar var idi. Onlar artıq getdi, keçmişdə qaldı. Bir də bir sual verim. Özümə də maraqlıdır Rasim bəy. Ona görə, yəni siz əsl bu işin içindəsiz deyə biz gəlib digər bir modeli test edəndə, məsəl üçün elə Shine Max-ı 1.5 mühərrik 245 at gücü idi, düzdür? Avropa daha çox biraz da böyük mühərrik üstünlüyü verir, yoxsa burada əsas çəki nəzərə alınır? Yəni maraqlı gəldiyi üçün soruşuram. Siz bilirsiniz ki, yəni hər avtomobildə, mühərrikində belə deyək, texniki porşinlərin həcmi var. Yəni daxili yanma mühərrikin həcmi var. Yəni balaca həcmdən 245 atki çıxartmaq təbii ki, onun belə deyək bəzi üsullar var. Məsələn, turbonun təzyiqini daha çoxaltmaq məsələsi var. O birisilərdə hibrid də mi kömək eləyir həmin at gücünü artırmasında? Bəli. Eyni zamanda hibrid əlavəsi olur. Yaxud da məsəl üçün müasir yəqin ki hamımız eşidir, mild hibrid sistemi, yəni yerindən tərpədəndə 48 vatlıq generator kömək eləyir. Avropada məsələn Volkswagen Touareg-in özündə 2 turbo mühərrikdə birinci TSI motordur, müasir, yəni belə deyək. Hal-hazırdakı olan modellər. Bəli, TSI motordur və bəli turbina var avtomobildə istifadə olunur. Turbinanın təzyiqini belə deyək, normada saxlayır. Yəni at gücü ondan çıxartmaq olar. Bir 300-350 də çıxartmaq olar. Sadəcə resurs məsələsi olduğu üçün, yəni daha resurslu olsun, daha gedişatı çox olsun deyən onu maşının o qədər nagroskaya salmırlar. Bizim bəzi markalar var, indi bilirik də, indi adını çəkməyim. Məsəl üçün 2 motordan 280-290 at gücü çıxardırlar 2 motorda. Amma baxırsan ki, bunun 2 mühərrikdə məsəl üçün bu pik nöqtəsidir. Yəni resurs baxımından zərrə qədər də yanacaqda keyfiyyətində aşağı düşmə olsa, yaxud da xırda bir tutaq ki, elə həmən mühərrikin yağı zəif olsa, yaxud da ehtiyat hissəsi belə deyək, original olsa, yaxud da keyfiyyətsiz olsa, dərhal o mühərrikin yəni sıradan çıxmanın səbəbi gətirib çıxardır. Çox naqruskalı olduğu üçün. Səsli mesajımız var. Gəlin dinləyicimizin səsinə qulaq asaq. Salam, hər vaxtınız xeyir olsun, gününüz uğurlu keçsin. Gözəl mövzuya toxunmusunuz. Bu mövzu haqqında mən də qısaca bunu deyə bilərəm ki, bəli, mən də köhnə maşınlar, bilindiyim maşınları sürməyə yanayam. Çünki ən azından o maşınlar illərdir sınaqdan keçib və ehtiyat hissələrini daha rahat tapmaq olur. Və avtomobili artıq biz ölkə olaraq bələdiyik ki, bu avtomobil nəyə malikdir, nə dərəcədə sürmək olar bunu, hansı dərəcədə hansı avtomobili qovmaq olar, hansı avtomobillə rahat sürüş əldə etmək olar. Amma indi yeni çıxan avtomobillərdə haqqında heç bir anlayışımız yoxdur. Ehtiyat hissələri Azərbaycanda yox kimi səviyyədədir. Yəni ona görə cəmaət edib. Mən indinin özündə 2006-cı ilin Toyotasını idarə edirəm. And ol Allaha deyirəm, 2024-ün Çin maşınında dəyişmərəm. Çünki qardaş komfortumu, dözümlülüyümü qoyub mən bilmədiyim maşını sürmərəm. Nə olsun ki, ili 2006-dır mənim maşınım. Təşəkkürlər Nihat bəy. Bu Nihat bəyin fikirləri idi və Tacəddin bəy, buyurun. Sizin fikirləri alaq. Mən fikrimi bayaq dedim, yəni fikrim üstündə dayanıram. Nihat bəyin dediyinə razı deyilsiniz. Yox, o razıyam. Mən biz deyən deyildi o. Nihat bəyin fikrinə razısınız. Bəli, mən demişdim ki, müasir avtomobillər həm ehtiyat hissəsi baxımından, həm usta baxımından sürücülərimiz əziyyət çəkmirlər. Düzdür, biz yeni nəsil avtomobillərinin ustasıyıq. Mən əslində bu tərəfi tərəfləməliyəm, amma haqqı deyirəm qardaş. Yəni bildiyim kimi, yəni Volkswagen o qədər də hal-hazırda ən çox servisə yaxınlaşan avtomobillərdən biri, modellərdən deyim ki, CC-dir, Passat B6-dır, B8-dir. O mühərriklərin, o avtomobillərin mühərrikin hələ də bizdə yığan ustalar azdır. Çox azdır. Yaxınlaşma səbəbləri nədir? Yaxınlaşma səbəbləri mühərrik artıq öz dövrünü bitirib ona görə 350-400 min gedib artıq bəzi ehtiyat hissələri dəyişilməlidir. Növbəti təmirə, yəni ehtiyac var. Misal üçün klapon kipkəzləri dəyişilməlidir, orada yağ azalma olur. Zəncir dəsti dəyişilməlidir. O baxımdan yəni yaxınlaşır. Elə mühərrik var ki, mühərrikdə yağ azalma var. Onu yığan usta azdır.
bayaq dediyim məsələyə gəlirəm, deyir ki, mühərriki dəyişin. Ona mühərriki üstünlük dəyişin. verirlər, bəli. Bunu görən sürücülərimizə təbii ki, köhnə model avtomobillərə üstünlük verirlər. Başa düşdüm. Və sizə belə bir sual ünvanlamışıq ki, əziz dinləyicilərimiz, dünyanın ən ekonom olmayan avtomobili hansıdır? Buyurun, 055 455 1077 bizim WhatsApp nömrəmizdir. Səs göndərin. Buna düzgün cavab yazın, amma mövzu ilə əlaqədar səs göndərin ki, niyə ənənəvi avtomobillərə üstünlük veririk? Digər səsimiz var. O səsə də qulaq asaq. Salam aleyküm. Qonaqları da salamlayıram. Bilirsiniz nəyə görə hamı ənənəvi gözümüz örgəşdiyi maşınları alır? Çünki bunlar testdən artıq keçiblər. Yəni Hyundai'dir, Kia'dır, Toyota'dır, Camry, gündəlik sürülən maşınlardır da bunların hamısı. Bunların hamısı cəmaət örgəşib. İndi Mercedes-i demirəm. Təbii ki, dünyada iki cür maşın var. Biri Mercedes, bir də qalanı. Yəni ona görə Çin maşınları da ki, bugünkü gündə interyeri çox gözəldir, hamı baxır, maraqlı təzə çıxan telefon kimi içində hər şey var, rəngarəng, hamı alır. Amma misal üçün mənim qonşum artıq 3-cü aydır Çin avtomobilinin qapısını gözləyir, hələ gəlməyib qapısı. 3 aydır maşını qoyub ora. Yəni satdığa da qoyub ki, artıq satılsın bu maşın. Ona görə hamının üzü gözü örgəşdiyi maşınlar Azərbaycanda çox istifadə olunan maşınları alırlar. Yəni bunlar yetərincə sözləri demişdi. Çin avtomobilinə gəldikdə isə indi təzə çıxıb hamı alır. 4-5 ildən sonra görərsiniz nə kütləvi satışa çıxacaq o maşınlar. Heç nəyə tapılmayacaq, çürüyüb gedir. Çox sağ olun. Biz sizə təşəkkür edirik səs göndərdiyiniz üçün və buyurun. Əli bəy, mən belə deyim də, dinləyicimizlə bir tərəfdən razılaşıram, bir tərəfdən razılaşmıram nəyə görə? Yəni bayaq məsəl də gətirdim. Yəni ki, biz öyrəşmişik də ənənəvi 2000-ci ilin Y klassıda, yəni Yeşka da, yəni belə deyək, loru dildə deyək ki, yəni öyrəşmişik Yeşka, bəli, yəni 1 milyon probek. Amma belə deyim ki, yəni biz insanlar, yəni ki, hamımız yəni ona gedirik ki, biz daha çox komforta da, yəni belə deyim də, yəni rahatçılığa üstünlük veririk. Ona görə də get-gedə, yəni bizim tələblərimiz artdıqca avtomobil konsernləri də belə deyək ki, yəni bizim komforta uyğun ayarlaşmağa gəlir. Yəni bizim istəyimizə deyir, o rus dilində deyəcəm, Azərbaycanca bilməm, deyir, sпрос создает предложение, yəni belə deyək. Bizim istəyimiz, tələbat istək tələb edir. Bəli, tələbat istək tələb edir. Yəni bizim istəyimizə uyğun bugünkü günü bütün, yəni həyatımızda hər şey, yəni onun ətrafında formalaşır ki, yəni biz nə istəyirik? Yəni bir 20 il, 30 il geriyə getsə, yəni belə deyim də, yəni mobil telefon yəni hər adam işlətmir də, yəni açıq deyək. Hamı da deyir ki, mənim buna ehtiyacım yoxdur. Yəni evdə telefonum var, lazım olan istifadə edirəm. Amma bugünkü günü yəni mobil telefon bizim həyatımızın bir hissəsinə çevrilir. Yəni özdə belə məcburi bir hissəsinə çevrilib deyim. Amma bizim evladlarımız gəlir, hansılar ki, yəni bu texnologiyanı bizdən daha yaxşı bilirlər. Bundan daha belə deyim də, yəni sərbəst şəkildə istifadə edirlər. Sərbəst istifadə etmək bir yana, yəni bundan daha belə deyim də, yəni səmərəli istifadə edirlər, daha yəni geniş istifadə edirlər, daha genişini də istəyirlər, yəni belə deyək də, yəni yekunda yəni hamısı gəlir onun üstünə çıxır. Yəni belə deyim də, yəni mən öz sahəmdən danışım, yəni bizim sahəmiz bizol sahəsidir, mühərrik yağları həmçinin, yəni 15-20 il, nə bilim 25 il bundan qabaq 20-50, 15-40-dan o tərəfini görmürdük, amma bugünkü günü 0-ın 18-ə, 0-ın 16-ya toyuz, yəni 0-ın 8-ə, yəni yağlar bizim istəyimiz var. Yəni ki, bu da onun kimi. O yağ çeşidlərimiz də təbii ki, bizim çeşidlərdə var, əldə eləyə bilirlər. Olmalıdır da, yəni bu olmalıdır. Yəni var, yox, bu olmalıdır. Hətta bir sözü də qüvvə verim sizə. Bu yaxınlarda bir illüstrativ rəsm əsəri gördüm. 1923-cü ilə aiddir və gələcək mən belə görürəm adlı rəsm idi. Avtomobillər çəkilmişdi. Daha bilirsiniz ki, klassik avtomobillər o dövrlərdə daha geniş orqanik dizayna malik idi və eyni zamanda da deməli şəkildə nə göstərirdi? Ailə oturub avtomobilin içində, avtomobil özü yol idarə edir və ailə də avtomobil daxilində 3 nəfər domino oynayır, 1 nəfər də kitab oxuyur. Avtomobildə yolu gedir. Bunu biz, yəni biz insanlar özümüz əsrin əvvəlində, yəni 20-ci əsrin əvvəllərində bunu istəyirdik. Bunu gözləyirdik, amma gəlib o dövrə çatmışıq. Texnologiya inkişaf eləyib, avtomobil yolu tutur. Rasim bəyin bəyə sadaladıq ki, yeni nəsillər avtomobillərdə olan texnoloji xüsusiyyətlər. Bunlar hamısı var. İndi ondan razı deyilik ki, tənbəlləşməyə doğru gedirik. Mən yəni normal o tam başa düşə bilmirəm. Bizim istəyimiz nədir? Tənbəlləşmə deyəndə ki, Əli bəy, mən ondan razılaşmıram. Yəni ki, belə deyim də, yəni
tənbəlləşmə, yəni sağa sola güzgüyə baxmaq, yəni ki, və yaxud da bunu monitorda bax. Yəni monitorda baxsanda, yəni sağda solda, yəni güzgü oldu, olmadı. Yəni biz yekunda yəni buna diqqət edən insan onsuz da diqqət eləyəcək. Yəni bu insanın, yəni belə deyim də, o deyir, yəni belə bir söz var, deyir o sürücü necə deyim də, yəni o yol praktikası var da. Yəni getdikcə biz öyrənirik belə deyim də. Heç kim birdən-birə yəni avtomobilin sükan arxasına əyləşib sırası yəni ki, belə deyim də, yəni bütün yolu tam rahat sürməyib. Yəni yavaş-yavaş bir müddət keçə-keçə hamımız öyrənə belə deyim də yekunda qəza da eləmişik. Yəni bunu hamımız keçmişik bu praktikadan. Biz bunu belə keçib öyrənmişik. Əslində yəni avtomobil sinəsədir. Hal-hazırda çoxunun razı olmadığı məqamlardan biri deyir, oturursan, avtomobilə deyirsən ki, avtomatik parklanma, avtomobil yəni açarlarla idarə edirsən və ya monitorla idarə edirsən, avtomobil gedir, özü boş yer tapır, parklanma edir və lazım olanda da gəldin, çatdın, avtomobili çağırırsan, özü gəlir. Bu yeni nəsil Xiaomi modellərində belə var. Gözəl model, yəni demirəm. Sadəcə olaraq biz biraz qərəzli fikirləri sürücülər və yaxud da ki, insanların özləri də müəyyən bir inkişafa çatanda biz köhnə inkişafa ötürü darıxırmı deyək, köhnə inkişafdan ötürü nəsə tələblərimiz varmı deyək, onları istəyirik. Amma ondan bir müddət öncə daha böyük inkişafları nəzərdə tuturduq. Amma inkişaf da özü məncə gözəl bir şeydir və mən yeri gəlmişkən ən yeni inkişaf etmiş markalarımızdan danışmaq istəyirəm ki, Bizol məhsullardır. Verilişimizin sponsoru Bizol şirkətidir. Bizol bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Ən yaxşı qablaşdırma dizaynına görə innovasiya və liderlik üzrə ən yaxşı şirkət nominasiyası və eləcə də Bizol Almaniyanın Dekra sürtgü yağları istehsalçılığının sənaye kataloquna daxil edilmişdir. Sifariş və əməkdaşlıq üçün Bizol şirkətinin Azərbaycan nümayəndəliyinin əlaqə nömrəsi 010 250 73 63 və Carhouse komandasının qaynar xətti 070 055 277 56 66 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və Carhouse.az saytından da məhsulları bəyənib sifariş verə bilərsiniz. Carhouse reklamlardan sonra davam edəcək. 1998-ci ildə yaradılmış Bizol brendi innovasiya və liderliyi üzrə ən yaxşı şirkət kateqoriyasında nüfuzlu mükafatı alan ilk Alman mühərrik şirkətidir. Bu mötəbər mükafat sənaye nümayəndələrinə verilsə də, Alman mühərrik yağ istehsalçılarından birincisi məhz Bizol olub. Bizol, qüsursuz seçim. Avtomobil sürürsənsə, seçimlərin də müxtəlif olacaq. İstər ilinə, rənginə, istərsə də texniki göstəricilərinə görə. Bunların hər birində ixtisar edə bilsən də, texniki qulluq üçün seçimində yanılmamalısan. Avtomobilinizin mühərrik və transmisiya hissələrini əsl Alman keyfiyyəti ilə sığortalamaq istəyirsinizsə, seçiminiz məhz Bizol olmalıdır. Bizol məhsullarını etibar edərək avtomobilinizin güvəndə olduğuna bir daha əmin olacaqsınız. Bizol, qüsursuz seçim. Avto FM'də reklam yerləşdirmək üçün 012 310 01 04. Bütün uğurlu işlər intizamdan başlayır. İntizamlı ol. Səhər idmanını qaçırma. Sözünə əməl et. Getdiyin yerə gecikmə. Hər şey səndən başlayır. Sən nümunə ol. Digərləri də dəyişsinlər. Azərbaycan gəncləri və idmançıları tövsiyə edir. Sürətini bizimlə tənzimlə. Carhouse. WhatsApp 055 455 10 77. Dostlar, axşamınız xeyir olsun. Avto FM-də əsl avtomobil verilişi olan Carhouse-a qulaq asırsınız və biz bu günlərə niyə ənənəvi modellərə üstünlük veririk, o haqqda danışırıq. Yeri gəlmişkən sualımızın qalibi var. Mövzumuza keçid etməmiş artıq onu bildirin. Dünyanın ən ekonom olmayan avtomobili hansıdır deyə sual vermişdik. Bu Rolls-Royce-dir. Babayev Rüstəm sualı düzgün cavablandırdı. Hamıdan tez təbrik edirik. Bizol şirkətindən gözəl bir hədiyyə qazandı. Təbrik edirəm. Bəli, təbriklər qoşulur, xeyirli uğurlu olsun. Və mövzumuza gəldikdə isə biz reklamlarda burada əməlli başlı mübahisə elədik. Yəni mübahisəmiz də nədən ibarətdir? Mübahisəmiz ondan idi ki, dövr zamanında hamımız inkişafa doğru can atırıq, amma inkişafın özünə gəldikdə yenə də ənənəvi modellərə, yəni köhnə modellərə daha çox üstünlük verir. Köhnə dedikdə əslində burada nəzərdə nəyə tuturuq? Texnologiyanın köhnəsini nəzərdə tuturuq da. Niyə zolaq tutma var? Niyə hətta bir məqam da var. Bu yeni modelin özündə idi. Siz modeldə bir hətta deyir Audi modelində səhv eləmirəmsə.
deyir, yuxuya gedəndə belə sürücü uzun müddət, orada müəyyən bir vaxt var, hərəkətsiz qaldıqda artıq reaksiya olmayanda sükan başlayır titrəməyə, oturacaq başlayır titrəməyə, əməlli başlı səs edir ki, yəni avtomobil əlindən gələn edir ki, səni ayılsın, sürücünü ayılsın. Əslində çox gözəl bir xüsusiyyətdir. Yorğun olanda, özündən çıxmayanda orada müəyyən millisaniyələr hesablanır hətta. O Volkswagenlərdə ümumiyyətlə o opsiya çoxdan var. Audi, ümumiyyətlə eyni korporasiya aiddirlər də, onlar ona görə deyirəm. VAG-ın əksər modellərində, markalarında, yəni bu məsələ var. Bəli, orada bir müştəri deyir, elə bu məsələ ilə bağlı zəng edib mənə ki, bəs qardaş deyir, burada deyir kofe çaşkası deyir, işarəsi çıxıb. Bəs burada deyir çaşka qızdırıcı var. Deyirəm ki, yox qardaş, deyirəm ki, o onun üçündür ki, sən bir müddət dayanmadan eyni qaydada hərəkətsiz sürübsən, rolu tərpətməmisən, maşın istəyir ki, səni dincəlmək lazımdır. Bəli. İstirahət eləmək lazımdır. Deyir, get dayan, deyirəm, həmən kofenin bir obyektdə yaxud bir kofe. Otur çayı sonra davam edərsən. Bu komfort opsiyalar hamısı var. Yəni bu məsələn bayaq dediyiniz o Touareg-in özündə əksər komforta aid olan elə dediyimiz olan nəzarətdir, adaptiv cruise kontroldür, kör nöqtələrdir. Bunlar əksər assistentlərdir. Bunlar sizin yerinizə qərar vermirlər. Yəni çox adam sadəcə xəbərdarlıq edir. Xəbərdarlıq və bu köməkçi sistemdir. Yəni çox adam düşünür ki, bunlar bizim yerimizə hər hansı bir addımıdır. Xeyr. Yəni bildiyimiz bu opsiyalar hamısı assistent. Assistent nə köməkçidir. Yəni bunlar həmin o sistemlər görürlər ki, sürücü axırıncı bir məqamına qədər, yəni hərəkətsiz qalır, yaxud da məsəl üçün avtomobil zolaqdan çıxırsa, təbii ki, o kömək eləyir ona, amma onun yerinə qərar vermir. Yəni bunu sadəcə məlumat kimi deyim ki, yəni sürücülər fikirləşməsin ki, bu qərar sistem özü verir. Hətta bir nüans var. Yəni bilirsiniz nətərdir? Bu sadaladığınız funksiyalar, opsiyalar təbii ki, Avropa avtomobillərində daha baha qiymətədir. Bu reallıqdır. Düz deyir Tacəddin bəy. Sizin yəni bilirsiniz nətər? Bəzən elə modelləri bir tərəziyə qoyurlar ki, yəni eyni sinif avtomobil deyil, amma daha çoxunu gözləyir. Ən çox qarşılaşdığım məsələdir bu. Ən çox qarşılaşdığım. Deməli, bildiyimiz kimi mən VAG-ı təmsil edirəm hər yerdə. Hər yerdə mən VAG-ı təmsil edirəm, çünki o avtomobillərə baxıram. Deməli, Volkswagen Passat B6 FSI mühərrik var üstündə. Ondan 98-in çeşkasını müqayisə edirlər. C klassını. Bəli, C klassını. Tamamilə uyğun olmayan bir sinifdir. Həm ilinə görə, həm funksionallığına görə, həm komfortuna görə, rahatçılığına görə, yəni bizdə biraz bir nüans nədir ki, yəni heç uyğun gəlmir. Bizdə ümumiyyətlə yəni müqayisəyə baxsaq, yəni belə deyim də bugünkü kimi hamımız sosial şəbəkələrdən istifadə edirik. Orada yəni avtomobil qrupları var da. Yəni orada girib baxsaq o yazışmalara, insanlar nəyi nə ilə müqayisə edirlər də. Məsəl üçün hansısa bir qrupdan məsəl üçün yəni sadəcə bir məsələ gətirirəm, götürür. Hyundai Accent-i götürür məsəl üçün Ford Fusion-la müqayisə edir. Yəni ki, başqa-başqa siniflərdir, başqa-başqa yəni ki, komfortdur, yəni ki, bunlar bir-birinə müqayisə olunası deyil, amma biz bunu müqayisə edirik. Gövdələri belə uyğun gəlmir. Bəli, uyğun gəlmir, amma biz bunu müqayisə edirik ki, mən bunu alım, yəni ki. Hətta yeri gələndə ki, biz deyirik, Çin, Asiya avtomobilləri, yəni burada tək Çini nəzərdə tutmuruq da. Burada Yapon avtomobili də var, Çin avtomobilinin özü də var, həyatda ki, orada istehsal olunan digər şirkətin nümayəndələrinin avtomobilləri var. Sadəcə olaraq bildirdiyimiz odur ki, qardaş, sən Avropa avtomobili bəyənirsən. Okey, əla. Yeni Touareg-in, misal üçün, qiymətini səsləndirmirəm. Neçəyədir Rasim bəy hal-hazırda? 119.900 elegans versiyasıdır, airline versiyası 132.900 manatdır hal-hazırda. Və bu funksiyalar bizim digər modeldə də var, Huge modelində də var, belə deyək. Misal üçün, bu da var və sənə daha aşağı qiymətə o modeli də təklif edirlər. Bəli. Keyfiyyət də yerində, həmin funksionallıq da yerində. Yeri gələndə orada da sənə Çinin avtomobili demir ki, qardaş, mən sənin yerimə bu funksiyaları idarə edirəm. Yenə də qərarı sürücü özü verir yekun nəticədə. Əli bəy, bir şey deyim, biz yekunda biz bunların hamısını əslində bəyənirik. Sadəcə bir şey deyim də, yəni biz bunların normal vaxtında servisini vaxtında eləmirik deyə. Yekunda yəni bu hansısa bir xərclərə gətirib çıxar. Biz onu bəyənmirik. Əslində yəni biz sükan qızdırıcıdır, yəni oturacaq qızdırıcıdır və yaxud da yəni orada yəni müəyyən funksiyalar var ki, hansı ki yəni bir müddətdən sonra yenilənə gedir. Biz bunları əslində bəyənirik. Yəni biz tıxacda kondisioneri avtomobildə oturub daha komfortlu
komfortda, daha rahatda oturmağı xoşlayırıq. Amma yekunda biz qulluğa gələndə çıxanda biz bunu eləmək istəmirik deyə açıqda. Çox Yəni ona təəssüf. görə də bəyənmirik. Yəni belə deyim də, adicə yəni primitiv bir misal gətirəcəm. Yəni biz onun özündə yəni kontakt sprey deyilən bir qatqı var ki, yəni kontaktlar üçündür. Biz bunu bilmirik, biz bundan istifadə eləmirik. Amma yəni ki, sabahlan hansısa bir kontakt sıradan çıxanda biz deyirik ki, bu keyfiyyətsizdir. Bu avtomobildə bunu keyfiyyətsiz eləyir. Bunu istifadə elə də vaxtında. Bunu vaxtında elə, yəni bunun qarşısını al. Yəni sən bu problemlə rastlaşma da sadəcə. Təbii. Biz onun hətta məhsullar həddən artıq çoxdur. Burada həm də silikonların, yəni rezinlərin Bəli. daha canlanması, onların Bəli. yenidən yumşaqlığını özünə qaytaran kimi spreylərimiz var. Onların hamısını bildirəcəyik biz. Hər verilişdə sizlə onlar bir müqayisə edə və bildirək. Artıq verilişimiz yekunlaşmaq üzrədir. Son söz olaraq buyurun Tacəddin usta sizdən başlayaq. Mən son söz olaraq çox şad oldum, onu deyim. Çoxdan da görmürdüm. Mahir bəyi, Pərviz bəyi çoxdan görmürdüm, amma qardaş sizlərlə keçən həftə bir yerdəydim. Çox şad oldum. Mövzu ilə bağlı deyə bilərəm ki, mən demişdim, əvvəl dedim ki, bəs müasir avtomobillərdən çox niyə köhnə model avtomobillərə üstünlük verirlər? Usta baxımından, zapças baxımından, dözümlülük baxımından, ehtiyat hissələri baxımından. Bir də ki, əslində mən yeni nəsil avtomobillər çox sərf eləyir. Çünki onları işləmək mənim üçün rahatdır. Onların mühərriki balaca olur, at gücü çox olur. Mənə onlar sərf eləyir. Təmiri də daha rahatdır. O birisi isə köhnə model. Məsəl üçün Audi 7 4-2 mühərrik gəlir üstündə, onu çıxardıb zəncir dəstək dəyişmək üçün mənə 2 gün vaxt lazımdır. Amma yeni nəsildə oje bir günə həll edir onu. Mühərrik də üstündən çıxmır. Əslində mən də yeni nəsil avtomobilləri dəstəkləyirəm. Prosta sadəcə mən dinləyicilərimizin, sürücülərimizin belə deyim, nəzərə alıb onlara dedim ki, niyə onlar köhnə avtomobillərə üstünlük verirlər. Bu qədər. Təşəkkürlər Tacəddin bəy. Rasim bəy buyurun. Mən bütün sürücülərimizə tövsiyə edirəm. Müasir avtomobil alsın, yəni gələcəyə böyük addımlarla atsınlar. Hər zaman daha yaxşı maşınlar alsınlar, avtomobillər alsınlar. Təşəkkürlər. Buyurun. Əli bəy, mən sadəcə bir hatalı məsələ deyim, belə deyim də, yəni deyir hər şeyin yenisi dostun köhnəsi də, yəni bu köhnədən yəni atalardan gələn bir sözdür yəni. Təşəkkürlər dostlar, gəldiniz, mövzuya qatqı qaytırdınız, minnətdaram. Növbəti həftədə sizlərlə yenə də görüşəcəyik və yollarda olan hal-hazırda vəziyyət belədir. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə keçmədən 20 yanvar metro stansiyası istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətdə, 28 may küçəsi Puşkin küçəsi ilə keçmədən Rəşid Bəhbudov küçəsi ilə keçməyə qədər, Rəşid Bəhbudov küçəsi isə Mərkəzi Bank istiqamətində, Dilara Əliyeva küçəsi Puşkin küçəsi ilə keçmədən Rəşid Bəhbudov küçəsi ilə keçməyə qədər və Koroğlu Rəhimov küçəsi Akademik Həsən Əliyev küçəsi ilə keçmədən Heydər Əliyev prospekti istiqamətində avtomobillər asta sürətlə hərəkət edirlər. Dostlar, yoldan ehtiyatlı olun, yol qaydalarını pozmayın, yola Avto FM-də davam edin.